Deməli, deyir ki, you are working with network qayda budur. Specify subnet alt şəbəkə deməkdir. The support X-host and test the maximum number of subnets. Bu IP-ni bizə niyə verir? Bu IP-dən biz müəyyən edirik ki, bu IP C tipi IP-dir. Niyə C tipi IP-dir? Sırf şeyinə görə. Çünki 0-dan necəydi o? 127 arası A tipi IP olur. 127-192 arası ilk rəqəmi B tipi IP olur. 192-224 arası G tipi IP olur. 224-240 arası D tipi IP olur. Yəni bunu da mütəbər eləmək bu sual dəxil yoxdur. Sadəcə sualda biz 240-dan 256 arasında Y tipi IP olur. Y tipi IP-lər ümumiyyətlə işləmir. Biz müəyyən elədik ki, ilk rəqəminə görə ilk rəqəmi 192-dir və 192-dən böyükdür. Ona görə bu C tipi IP-dir. C tipi IP-nin də default subneti 24-dür. Yəni C tipi IP-lərdə default olaraq 24 bit network üçündür, 8 bit hostlar üçündür. Bu IP-dən bunu qoyduq cibimizə. Yola davam edirik. Deyir ki, specify a subnet supports X-host and the maximum number of subnets. Bu 8 bit bizim host bitimizdir. Bu 24 bitə toxunanları. Bu müqəddəs kimi bir şeydir. Bu qalır orada. Bunun ümumi internet altyapısına aidiyyatı var. Biz bundan oynayabilirik. Amma bu əlimizdə qalan 8 bitlə hansı ki host bitlərdir. Bunlarla oynaya bilərik. Bunların bir hissəsini ayırıb subnetlər yarada bilərik. Elə bir 8 bitini atıram. 2 bitini ayırıram. 4 dənə subnet yaradıram. Əgər 8 bit neçə counter deməkdir? 256-da. Mən divar çəkə bilirəm. Bir bit ayırsam, bir dənə divar çəkirəm. 128, 128, 2 dənə otağım olur. Baş salmaq üçün deyirəm, yəni sualın həlinə dəxli yoxdur. 2 dənəsini ayırsam 4 dənə divar çəkə bilirəm. 64 otaqlarım olur. 3 dənəsini ayırsam 8 dənə divar çəkə bilirəm. 5, 32, 8 dənə otağım olur. Deyir ki, bizim otaqda x dənə host var. Yəni 7 ilə 12 arasındadır gördüyünüz kimi bu rəqəmlərdə. Deyir ki, maksimum neçə dənə subnet yarada bilərəm? Maksimum mən otağı parçalamaq istəyirəm, divarlara bölmək istəyirəm. Neçə dənə maksimum eləyə bilərəm? X-hostda 7-dən 12-yə kimidir. Dəyərlərini bir-bir deyək. Bu 7 dənə host varsa bildiyiniz kimi bir dənə IP mütləq olmalıdır network adresi üçün, bir dənə IP mütləq olmalıdır broadcast adresi üçün. Yəni 7 dənə host üçün bizə 9 dənə IP lazımdır. 12 dənə host üçün də yenə bir dənə IP olmalıdır network adresi üçün, bir dənə IP olmalıdır broadcast adresi üçün, 9 dənə host üçün də bizə 14 dənə IP lazımdır. O bir rəqəmlərdə 9-dan 14 arasındadır. Zaten bizim elə bir ki 9 dənə IP lazımdır. Bizə 9 dənə IP lazımdırsa biz minimum neçə dənə biti host bit üçün saxlamalıyıq? 4 dənə biti saxlamalıyıq. Çünki 3 dənə biti saxlasaq bizim 8 dənə IP-miz olur. 9 dənə IP lazımdır. Bəsdir. 7 olanda, elə bir x bərabərdir 7 olanda biz 4 biti saxlayırıq host üçün. Geri qalan 8 bitin 4 bitində veririk subnettingə. Yəni 4 bit qədərdə, yəni 4 yerə bölə bilərik bu şəbəkəni, o deməkdir. 14 olanda da həmçinin eyni şeydir. Çünki 14-də yenə 16-dan kiçikdir. Yəni 8-dən 16 arasındadır bunlar deyə. Bütün rəqəmlərdə eyni cür olur. Yəni 4 bitini host bitə, 4 bitində subnetingə verə bilərik. Deyir ki, specify subnet. İndi subneti tapırıq. Subneti necə tapa bilirik? 4 bit host bitsə, demək ki 28 bit network bitdir. Subnetin 28 olur. Yəni subneti 192, 168, 10, 0, 28 olur və ya 28-i 255, 255, 255, 255, 255, 16, 240 da deyəsən. Subneti /28-dir və ya budur. Subnetini tapdıq. Deyir ki, maximum number of subnets. Maksimum neçə dənə subnet ola bilər?
4 bitlə biz maksimum neçə dənə subnet yarada bilərik? 2 üstü 4, maksimum 16 dənə subnet yarada bilərik. Bilirəm, ya çətindir, ya mən izləyənmədim, amma sualınız olsa verərsiniz, lap Microsoft'dan ya Google'dan şeylər.